Herkese salamlayıram və yeni kənd vlogu gəldi. Bu vlog çox maraqlı olmalıdır qızlar. Məncə sizin üçün də maraqlı olar. Çox gözəl 3 gün kənddə keçirdik və bu vlog o birisi vloqlarıma baxanda daha da uzundur. Biz isə hal-hazırda yoldayıq. Bakıdan çıxmışıq və mən isə həmişəki kimi yolda ya oxuyuram, ya oxuyuram. Vaxtımı elə belə itirmək istəmirəm. Yolda həmişəki kimi götürmüşdü özümüzə çay və bəzi yeməklər gördüyünüz kimi nəlmiş burada yeyir. Öz ailəmizidir və bacımın qızı. Çünki bacım dünəndən getmişdi rayona. Bacımın qızı isə bizimlə bugün gedə bildi. Dünən gedə bilmədiyinə görə bizimlə getdi. Və həmişəki kimi Emil də yarı yolu yatır. Görürsünüz nə şirin yatıb. Lap yerinə özüm istədim olum. Çox şirin yatdı. Yolun yarısını, o birisi yarısını isə bizimlə çox gözəl diskoteka keçirdi. Emil olanda bizdən mütləq və mütləq biz həmişə oyun oynayırıq, rəqs edirik, oxuyuruq. 5 barmağa qədər belə getdik. 5 barmaqdan sonra isə daha şən keçirdik, oxuduq, oynadıq və bizim 3 saat, 2 saat yarım olan yolu necə keçdiyini heç hiss etmədik. Karaoke'mizdən biraz sizin üçün də qoydum. Siz də baxasınız. Biz isə artıq demək olar ki, çatmışıq. Bu yolu o qədər xoşlayıram qızlar. Həmişə balacalığımdan bu yolda belə ağaclar var hər iki tərəfdən. Elə bil ki, maşının üstünə belə düşür və çox xoşlayıram. Sonra isə çata-çatda bizim burada həmişə ət aldığımız bir dükan var. Oradan getdik, biraz da ət aldıq ki, gedib çatan kimi özümüzə yeməli bir şeylər bişirək. Düzdür, orada anam, bacım hamısı oradadır. Onlar bizim üçün çatan kimi yemək bişiriblər, amma axşama da bir şeylər fikirləşmək lazımdır. Biz isə çatan kimi, dediyim kimi bacım hazırlıqları görmüşdü və samavar çayı da artıq hazır idi. Səhər tezdən biz gəlməmiş anamgil durub tut da çırpıblar və doşab bişirməyə hazırlaşırdılar. Biz gələn arada isə artıq bişirməyə başlayıblar. Və bugün nələr olacaq qızlar? Buranı istəyirik tam dəyişək və mebel yığaq. Mebel yığaq deyəndə ki, tam sifariş etməmişik. Sadəcə olaraq qardaşım mebel ustasıdır və buradakı köhnə mebel mənim əvvəlki kuxnyamdan çıxıb və bəzi yaşıl bu şkaf çox köhnədən qalan şkafdır. Bunlar da var və istəyirik ki, hamısını kombi edib bir dənə gözəl bir şey yığaq ki, burada da rahatlıq olsun. Ona görə bunların içlərini boşaldırıq və yerlərini dəyişirik. Gördüğünüz kimi herkes öz işi ilə məşğuldur. Pişik su içir, anam doşab bişirir. Doşab prosesi biraz uzundur. Tutu qaynatmaq lazımdır, suyunu süzmək lazımdır, əzmək lazımdır. Sonra suyunu süzürsən və tam belə təmiz suyundan artıq doşab bişirməyə başlamaq lazımdır. Ona görə burada biraz çox uzun prosesdir. Anam bunu davam edir. Mən, bacım və qardaşım isə mebel yığırıq. Qalan uşaqlar isə öz kefində oyun oynayırlar. Biz balaca olanda burada 3 ay qalırdıq. Mən əvvəldən baxanlar bilirlər ki, bunu hər yayda 3 ay uşaqlıqda burada qalırdıq bu kənddə. Bu babamın evidir və əmim burada yaşayırdı. Əmim həmişə doşab bişirərdi və biz də oturardıq, gözləyərdik ki, doşab bişməyə az qalan vaxtı tam hazır olmağa sarı köynək əmələ gəlirdi üzərində. O qədər çox olurdu ki, amma biz uşaqlar onu hamısını bir dəqiqəyə demək olar ki, yeyib qutarırdıq. Deyirəm, kənd həyatı nə gözəldir. Düzdür, kənddə yaşayanda həmişə yəqin biraz çətin gəlir, amma arada gəlib gedəndə çox gözəl görünür. Bunu sadəcə olaraq oturub belə seyr etmək lazımdır. Burada isə qızlar gediblər Yapon əzgili dərimləyə. Bu ağacda bu il o qədər olmadı, az oldu, amma çox dadlı bir meyvədir. Yapon əzgilidir adı. Biz isə davam edirik. Qardaşım ölçüləri götürür. Biz isə bacımla baxırıq ki, necə yaxşı olar. İdeyalar veririk ki, daha yaxşı olsun. Çünki hər bir şkaf başqa bir yerdəndir. Ona görə bunları tam bir yerdə yığıb bir şey əmələ gətirmək biraz çətindir. Amma biz bunu edəcəyik. Anamın doşab bişirməsi, bizim də mebel yığmamız demək olar ki, qızlar axşama can çəkdi, amma bunu dəyərdi, çox gözəl oldu. Axırda əvvəlkinə baxanda çox gözəl bir nəticə oldu. İndi yenə də burada bir yerdə yığılıb konferans eləyirik ki, necə eləyək, hara eləyək, qazı hara qoyaq, bunu hara qoyaq, onu hara qoyaq və bir qərara gələndən sonra başlayırıq kəsməyə.
Burada isə qardaşım lazımsız ayaqlarını çıxardır mebellərin, çünki hərisi bir ölçüdədir, hündürlükdədir. Ona görə altından özümüz bəzi belə deməli paddonlar qoyacağıq ki, hamısı bir ölçüdə olsun, hündürlükləri eyni olsun. Burada isə mamam artıq doşabı süzüb bitirib və onun üçün belə qab hazırlayır ki, orada hamısını qaynatsın. Biz isə yuxarıda da 2 dənə şkaf var idi, onları düşürdürük. Baxmayaraq ki, biz qadın xeylağıyıq, bizim də gücümüz var demək istəyirik və yuxarıdan bunları düşürdürük özümüz. Burada isə anam başa salır qızımı necə doşab bişirilir və hansı mərhələləri qalıb. Ona görə böyük qazanda qaynadır və deyir ki, bir də süzəcəm. Onu danışır qızıma. Qızım isə çox deməli diqqətlə qulaq asır, çünki birinci dəfə görür bu necə olunursa. Biz isə davam edirik hələ də şkafları və Nərmişlə qızım Albina indi yuxarıdakı 2-ci mərtəbəni istəyirlər silsinlər. Deyirlər ki, orada çox tozdur. Bizə gəlib deyəndə biz də dedik ki, 2 dənə böyük qızsınız, gedin oranı biraz silin. Və onlar da çox böyük həvəslə getdilər silməyə. Demək istəyirəm ki, qızlar, bu evlər çox köhnədir, çox. Çünki atamgilin uşaqlıq evidir. Təsəvvürləyin ki, atamın artıq 70 yaşı varsa, bu evlərin neçə yaşı var, ona görə poldur, divardır, hər yer biraz artıq haldan düşüb. Amma ki, buna baxmayaraq çox və çox xoş bizim burada keçdiyimiz günlərimiz var. Nəinki bizim atamgilin, bibimgilin, hamının. Burada çox xoş xatirələri, xoş günləri olub və ona görə bu ev bizim üçün çox şirindir. Və mən də düşünə bilmirəm ki, bu evi başqa cür tiksək, dəyişsək necə olar. Çünki bu qədər isinə bilmərik məncə. Çünki yenə də dediyim kimi burada o qədər xatirələrimiz var ki, balacalıqdan. Bütün bizim balacalığımız, gəncliyimiz və indi də artıq bu yaşımızda da buradayıq. Mama isə artıq burada doşabı qoyub gördüyünüz kimi indi onu qaynatmağa başlayacaq. Bizim qoçaq qızlarımız isə yuxarını silib qutarıblar. İndi isə keçiblər həyətlərdə biraz süpürməyə. Vəbşə yayda, kənddə özü qəşəng yer olsa, oranı sulayıb süpürmək adama ləzzət eləyir. Biz isə çay pererivinə, deməli dincəlməyə biraz qərar verdik, çay içməyə və sonra yenə də davam etməyə. Hal-hazırda çay süzürəm ki, hamı gəlsin, içsin və davam edirik mebeli quraşdırmağa. Onu da deyim ki, qızlar, bu videonu mənim telefonumu kimin əlinə düşübsə hamı çəkib. Ona görə xronologiyanı biraz səhv sala bilərəm. Gördüyünüz kimi hal-hazırda yenidən buranı silən video araya düşdü. Ona görə mən də bunu saxladım ki, siz də görəsiniz. Doşab isə burada çox gözəl qaynayır. Bu köpüyü götürüb atır, amma bundan sonra dediyim kimi sona yaxın köpüyü olur, sarı köynək. O çox dadlı olur və çox faydalı olur. Выходят они. Они хотят его сломать. Это я предложила. Нет, ты поворачивай. Ну, секундочку. Bu stol da əvvəldən bu evdə olan bir stoldur. Biz isə bunu çıxartdıq. Dedik ki, son günlərində burada qalsın. Burada lazımsız bir işlər görəcək. Məsəl üçün ət kəsmək, balıq təmizləmək, nəsə belə bir şeylər və tam çürüyəndən sonra atarıq, hələ ki qalsın orada. Pişik isə öz keyfində yeməyindən qalmır. Biz artıq demək olar ki, bitiririk şkafları düzəltməyə və qızlar başlayıblar buradakı qab-qacağı yaxalayıb qoymağa ki, şkaflar hazır olan kimi içlərini doldurmağa. Qabları yuyanda bu dəfə qızlar bir neçə dəfə bizdən qapsındı, bilmirəm bu nə ilə əlaqəli idi. Hər dəfə qapsınırdı, bilmirdik artıq buna gülək ya neyniyək. İndi görəcəksiniz, burada da bu qabları yığanda 2 dənə qab bugün sındı və hələ sabahda ikisi sınacaq. Onları artıq görməyəcəksiniz, amma bilmirəm bu arada qablar çox sındı. Yəqin qablar da şkaf üçün çox sevinmişdilər. Dayana bilmirdilər, sevincindən partlayırdılar, qırılırdılar.
Amma deyirəm, qırılan hələ qab olsun. Biz isə həmişə belə sevinək, həmişə belə xoş istirahətlərdə olaq. Hamını arzulayıram ki, hamının evində sevinc olsun, xoş istirahətlər olsun, xoş günlər olsun. Biz isə gördüyünüz kimi artıq tarilkaları razmeri ilə ayırırıq ki, hərəsini bir yerə qoyaq və gördüyünüz kimi bir dənə də qab dayanan yerdə demək olar ki, sındı. Şkafların içini əvvəlcədən təmizləyirəm və sonradan buralara qabları dolduracağıq. Çalışdıq ki, qabları elə qoyaq ki, bizə rahat olsun. Gələcəkdə onları götürüb istifadə etməyə. Burada isə bacım axşam yeməyini düşünüb, gəlib burada əti kəsir. Bu içalatdır, qoyun içalatıdır və bu dəfə bacım bunu başqa cür eləyəcək. Bu qarnının, bilmirəm o hissəsini necə deyirlər, pərdəsi var, belə bağırsaq kimi. Onu götürəcək və onun içində bunları dolmalar kimi büküb çox gözəl bir şaşlıq halında bir şey bişirəcək. Birinci dəfə bişirirdik, amma çox dadlı oldu. Son vaxtları ümumiyyətlə biz bura gələndə eksperimentlər aparırıq. Hər dəfə bir cür şaşlıq bişirir. Uşaqlar isə öz keyfində qaçda tutdu oynayırlar, gizlanpaç oynayırlar. Burada isə belə gözəllik var dedim sizin üçün çəkim. Bunu da görəsiniz. Və bacım hələ də davam edir kəsməyə. Belə xırda-xırda doğrayıb bunları dolduracaq dediyim kimi o pərdəyin içinə. Artıq gecədir, axşam düşüb, qaranlıq olub və biz başlayırıq deməli manqalı qururuq və həm sac bişirəcəyik, həm də dediyim kimi o əti setkanın içində. Bir də toyuq. Uşaqlar çox toyuq xoşlayır. Ona görə mütləq hər dəfə toyuq da eləyirik. Burada isə uşaqlar, baba, hamı kart oynayır, oyun oynayır. Bu da bacım artıq başlayıb belə bükməyə. Mən özüm də bunu birinci dəfə görürəm. Necə bunu eləyirlər. Bu işlərə bacım baxır. Şaşlıq bişirmək, nə bilim, kababda bu işlərə həmişə bacım baxır. Bunu da birinci dəfə bizim üçün belə bir eksperiment elədi və çox gözəl, çox dadlı alındı qızlar. Siz də bundan bişirə bilərsiniz. Sadəcə olaraq dediyim kimi içalatlı və içalatın içində belə pərdə olur. Onu belə üstünə büküb setkanın arasına qoyub manqalda bişiririk. Сюда и сюда. Нет. Нет? Это я дам. 4 Ой. семерки, правильно? Бейте теперь. При нас Ой. всех бейте. Какие 4 семерки? Вот я сейчас Наша была, нет? Нет. Hamımız yığışmışıq manqalın qırağında. Sevinçka çıtlamaqdır, vaxtıdır. Sevinçka çıtırıq. Kim kart oynayır. Hərəsi öz işində, öz keyfində. Əsas odur ki, heç kim darıxmır. Hamı istirahət edir. Это без света лучше. Камиль, скажи, наши предки жили на Сицилии. Мафиози. Нифига себе предки. Фан. Artıq manqal hazırdır və biz də qoyuruq toyuğu və o dediyim balaca kebabları, bükülmüş kebabları bu setkanın üzərinə və manqala. Bir tərəfinə isə qoyacağıq sacı və həmişəki kimi sacda çox gözəl bişirəcəyik içalatı. Bu dəfə daha da yaxşı olmuşdu. Hər dəfə bir cür olur deyim sizə, amma həmişə dadlı olur. Bu dəfə lap dadlı olmuşdu nədənsə və çox xoşumuza gəldi. Ушел, забрал. Кто-то еще стоит. Я подожди. Это мое. Надо бы меня подожди. Ha, şu diye gidip ödüyorum. De, para ödüyorsun. Ben almışım. عرفنا قتنين لها كيتي ماما. أتوقع شيء تزهنا فديمة. En dadlısı. Вот я думаю, наверное. Так и будет заткаться. Просто сидите. Хорошо? Давай. Шестого пошел. Осторожно, очень горячий. Папа, ты нам это уже говорил. Ваш ужин готов. Дон Корлеоне. А я куриный хочу. Дайте ему вилку куриный для будет? рыбы. Вы такой видали? Хватит.
Oy. Hamıya nuş olsun. Bu isə səhərsi gündür. Qızlar və doşab dünəndən hazırdır. Sadəcə olaraq səhərə can saxlamışdıq ki, soyusun. İndi anam bunları hamısını bankaya qoyacaq. Mən xoşlayıram ki, doşab biraz bərk olsun. Bacım da elə onu danışırdıq ki, bəzi insanlar doşabı çox belə duru halda eləyirlər və heç çörəyin üstündə qalmır. Biz xoşlayırıq ki, səhərlər yağ sürtəndə onun üzərinə doşab da belə bal kimi də belə deyim, doşab da qoyaq və o doşab oradan sürüşüb tökülməsin. Ona görə biraz bərk olanda daha yaxşıdır, qatı olanda. Pişiyimiz isə keyfdədir. Hamı nəhayda, bu nəhayda belə deyim, bu özü üçün ən belə yorulub istirahət eləyənlərdən biri buydu. Вот так его. Не, это старая лошадка, я просто принесла. Спа процедуры для нашей кошечки Миу-Миу. Да, Барс? Барс, да? Bu şkafları dünənləri bitirəndə çox gec oldu, qaranlıq oldu, çəkə bilmədim. Ona görə hal-hazırda dediyim kimi sabahsı gündə istədim sizə çəkim, göstərim necə alındı. Məncə belə bir ev üçün, belə bir şərait üçün bizdə pis alınmadı, yaxşı alındı və gəlin düz deyək ki, belə bir yerdə belə bir mebel düzüb qoşmaq yenə də çox gözəl bir əl qabiliyyətidir. Aşağıda isə videonun altında saxlayacağım sizin üçün qardaşımın səhifəsini. Kim ki özünə yeni mebel sifariş etmək istəyir, yenə də baxıb onun Instagram səhifəsinə özlərinə mebel də seçə bilərsiniz. Mənim kuxna mebelim bu Bakıdakı onun əl işidir və hər gələn çox bəyənir. Siz də baxıb buyura bilərsiniz. Mən isə özümə bir damcı vaxt tapdım ki, oturum və bu oturduğum zaman da istəyirəm ki, sumkamı bitirim. Ona görə biraz da onu toxuyuram. Bu arada isə aşağıda qazlar sönüb. Ona görə manqalın üstündə belə bir şərait yaradıb. Bacım qəfədan qoyub, çay qoyub və istəyirəm sizə göstərim ki, balkonumuzdan necə gözəlliklər görünür. Это с пола же побежали, да. Не с пола, с моего колена. Мне без разницы кого. Kız dala gel. Ты başka bir показала. Akata akata. Я başka bir videoda не проиграть. Была и не было. Oynadıq, yeyib içdik, keyfimizi çıxartdıq və axşam biz qonaq gedirik. Əmim qızım giləm. Deməli, onlar da burada yaxındakı bir kənddə olurlar. Sadəcə olaraq bu kəndin yolu o qədər pisdir ki, qızlar bu yolda gedərkən başıma nələr gəlmədi. Həm maşınımız ilişib qaldı qaydan yolda. Gedəndə isə yolu tapa bilmirdik. Qardaşım gildə qabaqdaydı. Gedirdik, deməli, getdik. Bir də yolda gördük ki, oranın su basıb və bir də qayıtdıq başqa yola getdik. Buranı isə çəkən mənim yoldaşımdır. Ona görə biraz o yan bu yan çəkir, fikir verməyin. Çox da yaxşı hələ alınmır, ona çəkməyə hələ vərdiş deyil. Amma buna baxmayaraq çox gözəl bir vaxt keçirdik burada da. Çox gözəl bizi qarşıladılar və çox xoşumuza gəldi. Deməli, bu gəzintimizdə ümumiyyətlə bu dəfə çox yaxşı keçdi bizim istirahətimiz. Hər dəfə yaxşı olur, amma yenə də elə vaxt olur ki, üst-üstə çox gözəlliklər gəlir. Amma hərdən də belə sakitçilik olur. Bu dəfə isə deyib, gülüb, belə deyim, gəzdik, oynadıq, uşaqlığımızı da yadımıza saldıq və çox bir şeylər oldu. Bu 3 gün ərzində tam istirahət oldu. Biz isə dediyim kimi gedirik, görürsünüz nə qədər toz çıxır yolda. Ümumiyyətlə bu kəndə yol çəkmirlər ki, biraz rahat olsun, bura gedib gəlin. Burada nə mağazin var yaxında, nə bir şey var. Təsəvvür edirsiniz, bu kənd cəmaatı harası getmək üçün maşını olmayan maşını tutmalıdır. Maşını olanda yəqin maşını bu yolda sökülür, çünki o qədər pis yol var. Biz isə artıq çatdıq və görün bizi nə gözəl qarşıladılar. Padla koyacağım. Все, давай разыскать тебе тут. Нажать. Дайте. Он же идет. А, вот. Во. А.
Kerane diyeceğim ki. Çünkü biz buraya gelsek beşti. O kadar fırlamış. Direkt kananedir. Sizin yeminim. Biraz Ahmet isteydi. Maçele verin de. Maçele. Sinirden gelmek hemen dostum. Hembiniz kokas. Baxın nə gözəl güllər var burada. Hər yer gül çiçəyidir. Bundan mənə də vermişdilər, mənimki soldu. Bilmirəm niyə. Friday. Nə gözəldir qızlar. Ona görə xoşlayıram həyət evi, görürsünüz. Görürsünüz. Dəhşət. Dəhşət gözəllik. Bu güllərdən mənə də bunlar vermişdilər. Посмотрю, şirinçik. Gözəlçik. Işıq, amma çay hazırdır. Görürsünüz, gəlib elə çatmamış, amma çay hazırdır. Yox, Gülün. Ha? Uşaqlar isə burada da keyfə düşdülər, çünki burada velosiped var idi, belə bir balaca maşın var idi. Emil həmişə məndən belə balaca maşın istəyir, amma mən almıram, çünki yer yoxdur qızlar, şəhər evində yer tapılmır. Hərdən düşünürəm ki, alım rayonda qoyum, ora gedəndə orada gəlsin, amma ki, orada da bilirsiniz necədir, qoyanda şeyini mütləq özündən gətirmək istəyir, ona görə ala bilmirəm. Bu isə bağa girdik, bağda da bu qədər gözəlliklər var və deməli, əmin qızımın qaynanası sağ olsun, deyir ki, bunlardan hamısından ştil eləyəcək və mənim evim düzələndə kənddəki mənə də verəcək. Allah can sağlığı versin. Çünki çox gözəldir. Hər yeri çox gözəl düzəldiblər. Bunu isə düzəldiblər, rəngləyəcəklər və bunu da içinə deməli özləri üçün gül əkəcəklər. Uşaqlar isə hələ də davam edir burada qaçmağa. İnanırsınız, buradan çox gec durduq və uşaqlar hələ də qaçırdılar, hələ də oynayırdılar. Energizerslərdir. Bunların batareykası qurtarmır. Maşallah olsun. Biz isə hələ də oturmuşuq, danışırıq, gülürük. Bir də bizim əsas məqsədimiz bura gəlməyin o idi ki, qardaşım bu gördüyünüz şkafı o bir otağa aparmalıydı. Çünki bunlar otağı dəyişiblər. Bu otaq əvvəl yataq otağı idi. Çox böyük olduğundan istəyirlər ki, bundan qonaq otağı eləsinlər. Yataq otağı isə artıq balaca olacaq. Budur yataq otağı da. Ona görə bura gəlmişdik ki, qardaşım onu söküb bura gətirsin. Həmişəki kimi mebel işlərini ona tapşırırlar. Artıq şkafı öz yerinə qoyublar. Bu balaca otaqdır. Bura qoyublar. İndi qalıb biraz onu da yığıb qutaracaqlar. Bizə isə yemək gətirirlər. Hər şeyi əvvəlcədən hazırlamışdılar. Sağ olsunlar. O qədər şey bişirmişdilər ki, biz heç onu yeyib də qutara bilmədik, bacara da bilmədik. Çünki çox idi artıq. Həm də axşam idi. Uşaqları görürsünüz. Dediyim kimi energizer kimi fırlanırlar, dayanmadan qaçırlar, maşallah olsun. Elə sevinirəm ki, uşaqları hamını bir yerdə görəndə, əvvəllər balacalıqda biz hamımız bir yerdə böyümüşük. İndi isə bizim uşaqlarımız belə qaynayıb qarışanda adama çox ləzzət eləyir. Və düşünəndə ki, artıq bu qədər vaxt keçib, insan inana bilmir. Burada bizim üçün kebab da hazırladılar. Nə qədər dedik ki, lazım deyil. Artıq stolun üstündə o qədər şey var idi ki, heç buna ehtiyac yox idi. Amma yenə də dedilər ki, yox, mütləq bişiriləcəklər, mütləq eləyəcəklər. Çünki bunu bizim üçün edirlər və beləliklə dayandıra bilmədik. Bu balacaya baxın, nə qəşəng burada bir ayağına samakat sürən kimi sürür. İtələməyinə bax. Özü də samakattaki kimi gedirir. Səni. Burada isə biz səhər tezdən, artıq bugün qayıdacağıq, amma səhər tezdən durub tut çırpdıq ki, deyirlər yağış yağacaq və bu sonuncu tutdu. İstədi ki, bişmiş, bu saralmış gözəl şipşirin tutları bir də yeyək və sonra yola düşək. Ona görə burada bacım çırpır yerdən, sonra isə qardaşım ağaca çıxıb oradan da çırpacaq və beləliklə bizim 3 günümüz də belə tez başa çatdı. Sizə isə təşəkkürümü bildirmək istəyirəm ki, vlogu axıracan izlədiniz. Hər birinizə çox sağ ol deyirəm. Özünüzə yaxşı baxın. Hələ də mənə abunə olmamısınız, abunə olmağı unutmayın. Çünki abunə olsanız mənim maraqlı videolarımı
buraxmayacaqsınız. Hər dəfə izləyəcəksiniz. Yay hələ qabaqdadır. Belə videolar xoşunuza gəlirsə, hələ yeni də inşallah çoxlu-çoxlu çəkəcəm. Gələn görüşlərədək.